Radyo 10 desibel. Yoldaşlarınıza deyin. Klassik inancılar əsasında kainat 4 unsurdan yaranır. Buna uyğun olaraq da Novruz bayramı ərəfəsində 4 çərşənbə qeyd olunur. Birincisi su çərşənbəsi adlanır. Elə ki, bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülürlər və torpaq yavaş-yavaş islanmağa başlar. İkincisi od çərşənbəsi adlanır. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, istiləndirir. Od günü tonqallar qalanır, hər ailə öyəsinin adına şəm yandırır və xonçalar hazırlanır. Üçüncüsü yel çərşənbəsidir və tumurcuqlanan ağacları yelləndirir və on çərşənbə. Ana təbiət su ilə torpağı islatdı və günəşlə istilalarımız Səməni, saxla məni, ildə gövədərəm səni deyib buğdan isladırlar və bu yanı yaz günü.